İhdina sıratel mustakim. İlahi bizi doğru yola hidayet et. Amin. Mən mövzuya keçməmişdən öncə biz ki namaz bölməsindən danışırıq. Bu namaz bölməsinə görə bu xutbələri edirik. Qiraət tərəfindən demək istəyirəm ki, bəzi qardaşlar bəzən eşidirik ki, bu ifadəni səhv deyirlər. İhdinə sıratel mustaqim demək əvəzinə bəzən ehdinə sıratel deyirlər. Ehdinə sıratel mustaqim. Deyilməz. İhdinə sıratel mustaqim. O eyni neyle əvəzləsinlər? O cünədə ilə. İhdinə sıratel mustaqim. İlahi bizi doğru yola hidayət. Əgər deyilirsə doğru yol, deməli doğru olmayan yollar da var. Doğru olmayan yollar da var. Əvvəla Allah təbarək və Teala özü bəyan eləyir bizə doğru yol hansıdır və doğru olmayan yol hansıdır. Və ondan sonra doğru yol, hansı yol Allah məqsəd eləyib ki, inşallah ki, Allahu ələm onu izah verərsə, o doğru yol olmayanlar hansılardır, onları inşallah ki, izah verərik. Ayədən sonra Allah təbarək və Teala bir başqa ayə ilə həmən doğru yolun hansı yol olmasını bizə izah eləyir. İhdinə sıratel mustaqim sıratellezine en'amte aleyhim. Deyir, o doğru yol ki, o doğru yol ilə gedənlərə neymətlər bəxş eləmişik. O yol doğru yol, o yoldur ki, o yolla gedənlərə neymətlər bəxş eləmişik. En'amte aleyhim. Neymətlər bəxş eləmişik. Deməli, doğru yol həmən o yoldur ki, o yolla gedənlərə Allah neymətlər bəxş edib. İndi əvvələ görək Allah nəzərində, Qur'an-ı Kərimdə neymət verdiyi kəslər kimlərdir? Sonra neymət nədir? Allahın nəzərində neymət nədir? Bunlar da şərtdir də. O, məsələn, tam Amerikada, Avropada milyarderlər var. Deyərsən, neyməli, doğru yolda olanlardır da, neymət tökülür başlarına, heç bilmirlər sayın hesabını. Əvvələ görə doğru yol gedənlər kimlərdir və neymət nədir? Bunları kiçicik bir izah verir. Bunun üçün də Quranın özünə müraciət eləmək lazımdır ki, Allah təbarək və Teala kimlərə buyurur ki, biz onlara neymət vermişik. Nisa surəsinin 69-cu ayəsində aşkar surətdə Allah bir qism insanlara, daha doğrusu 4 qrup insanları neymət verdiyi kəslər adlandırır. Ayə bu cürnədir. Əuzubillahimineşşeytanirracim. Və mən yuti'illâhe və rəsûle feulâike ma'allezîne en'amallâhu aleyhim minen nebiyyine ve sıddîkîne ve şühedâi ve sâlihin ve husne ulaike rafîqa. Allah təbarək və Teala buyurur ki, hər kəs Allah'a və onun peyğəmbərinə itaət etsə, Allahın onlara neymət verdiyi kəslərlə birlikdə olar. Allahın neymət verdiyi kəslərlə birlikdə olar. Və ondan sonra sadalayır Allah. En'amallahu aleyhim. Allah onlara neymət verdi. Minen nebiyyin, peyğəmbərlər. Və sıddiqin, siddiqlər, izah verərəm. Və şühədai, şəhidlər və salihin, salih kəslər. Bu 4 qrupu Allah Quran-ı Kərimdə neymət verdiyi kəslər adlandırır. Ki, bunlar neymət verilmişlərdir. Kimlər? Peyğəmbərlər. Bunu bildik. Siddiq, yəni
əməlində doğrucu olan insanlar, sözündə doğrucu olan insanlar. Hədislərdə gəlib ki, İmam-ı Zaman Əccalallahu fərəcəh zuhur eləyəndə onun yanında siddiqlər olacaq və siddiqlərdən başqası olmaz. Siddiqlər, doğrucu insanlar. Əməlində, sözündə, işində, imanında doğrucu olan insanlar. Sadiq insanlar diye, sadiq insanlar. Və şühədə kimlər? Şəhidlər. Şəhidlər. Adam düşünər ki, şəhiddən Allah aldı. Neyi aldı? Canını aldı. Ona nə neymət verdi? Ən gözəl neyməti Allah şəhidə verib. Ən gözəl neyməti Allah şəhidə verib. Bir nəfər Peyğəmbər əleyhissalamın Allah bizi İmam-ı Zamanın qarşısında şəhid olanlardan qərar versin. Bir nəfər Peyğəmbər əleyhissalamın yanında dedi, dua elə dedi, İlahi və Rəbbim, ən üstün xeyri mənə nəsib elə, ən üstün xeyri. Əziz Peyğəmbər buyurdu, baxdı ona, buyurdu, dedi, əgər sənin duan qəbul olsa, sən şəhid olarsan. Əgər sənin duan qəbul olunsa, sən şəhid olarsan. Çünki ən üstün xeyri Peyğəmbər, Allah və Peyğəmbəri şəhidliyə yetişməkdə görür. Arifin 60 il getmək istədiyi yolu şəhid bir günə gedir. Bir saata gedir. 60 ilə getdiyi yolu və ümid elədiyi yol ki var ki, gedib hara yetişəcəyəm, şəhid bir saatın içərisində gedir, yetişir. Allah şəhidlərimizə rəhmət eləsin. Və salihin salih, doğru işlər, salih işlər görənlərlə. Və deməli, Qur'an-ı Kərimdə Allah 4 qrup kəsi neymət verdiyi kəslər adlandırır və buyurur ki, bunların yolu sırat-ı müstəqimdir. Deməli, biz gün ərzində neçə dəfə namaz qılırıqsa, nə istəyirik Allahdan? İlahi, bu 4 kəsin yoluna bizi hidayət et. Peyğəmbərlərin yoluna, siddiqlərin yoluna, şəhidlərin yoluna və salih insanların yoluna. Və namazı bitirəndən də sonra nə deyirik? Əssəlamu aleynə və əla ibadillahis salihin. Salam olsun bizə və Allahın salih qullarına. Özümüzü də qatırıq orada. Biz namazla giririk. Salihlərin içərisinə giririk namazla. Namaz qılsaq inşallah. Hədislərdə bir qədər də bu məsələ genişlənir. İzah verilir. Məsələn, Peyğəmbər əleyhissalam buyurur ki, sırat-ı müstəqim Peyğəmbərlərin yoludur. Allahın neymət verdiyi kəslər məhz olardılar. Yəni Allahın neymət verdiyi kəs Peyğəmbərlərdilər və biz də sırat-ı müstəqim gediriksə, gərək Peyğəmbərlərin yolunu gedək. Çünki axirətdə peşman olan kəslər, neymətsiz və əli boş qalan kəslər, əli boş qaldığına görə əllərini çeynəyən kəslər, cəhənnəm əhli deyəcək ki, biz, vay bizim halımıza ki, biz Peyğəmbərlərə tabi olub onlarla yol getmədik. Onlarla yol getmədik. Onların yolunu getmədik. Niyə əlini çeynəyən üçün əli boşdur? Əl boşdur da peşmançılıq. İmam Cəfər-i Sadiq əleyhissalam daha başqa bir məntiqi göstərir. Buyurur, Allah, nəhnu sırat-ı müstəqim. And olsun Allaha ki, sırat-ı müstəqim bizik. Biz kim? Əhl-i Beyt, imamlar.
Peyğəmbərdən sonra sırat-ı müstəqim kim olacaq? İmamlar, doğru yol onlardılar. Onları izləyəndilər. Hər kəs onları izləsə, doğru yolu izləyir. Biz deyirik şiyyəyik. Anlamı budur ki, biz Peyğəmbərdən sonra Əhl-i Beytin yolunu izləyirik, davam elətdiyirik. İki qardaş, Əhl-i Sünnə, Əhl-i Şiyə qardaş söhbət eləyirlər, diskussiya eləyirlər öz aralarında. Öz aralarında diskussiya eləmək olar, problem deyil. Amma sosial şəbəkədə eləmək olmaz. Millətin qarşısında bu şeyləri eləmək olmaz. Sosial şəbəkədə biri var, o Quran bilirəm deyir, Qurandan xəbəri olmayan bir kişi var, çıxıb orada bilin, ağzına gələni deyir. Diskussiya eləyirlər onu, ilə diskussiya elədikcə populyar eləyiblər onu. O populyar olub bu dəqiqə. Olmaz. Öz aralarında olar. Öz aranda hayb yox da. Elmi bir bahisi olar. Deyir, mən başa düşmürəm, bu şiyə nədir? Sünni qardaş, şiyə qardaşıdır ki, mən başa düşmürəm şiyə nədir? Dedi, sənə bir sual verim. Təsəvvür elə, 1400 il bundan qabaqçı bir zamanda yaşayırıq. Muaviyə ilə əli üzbəüz durub, döyüşəcəklər. Deyir, təsəvvür elə. Biz də o zamanda yaşayırıq. Dedi, Dedi, kimin sırasında durarsan? Şiyə qardaş, Sünnə qardaşa dedi. Kimin sırasında durarsan o döyüşdə? Kimin tərəfində olarsan? Sünnə qardaş durur. Deyir ki, Əlinin tərəfində. Deyir, biz də Əlinin tərəfində olmuşuq da. Biz də Əlinin tərəfində olmuşuq. Bizə deyirlər Əlinin tərəfdarı. Əlinin tərəfdarı nə deməkdir? Əlinin şiyəsi. Şiyə mənası budur. Biz də Əlinin tərəfindəyik. Olmuşuq Əlinin şiyəsi. Burada nə var ki? Yəni, sırat-ı müstəqim, İmam Səfər Sadı, sırat-ı müstəqim elə sırat-ı Əli, Əlinin yolu. Hədislərdə var bunlar, təfsirlərdə var bunlar. Bu, kiçicik olaraq bunu qısa izah verdi ki, bəli, sırat-ı müstəqim nədir? Neymət verilən kəslər. Qayril məqdubi aleyhim və ilahi məni qəzəb elədiklərinin yoluna yox. Və ləddallin, azmışların da yoluna yox. Məni neymət verdiklərinin yoluna hidayət elə, nə qəzəb etdiklərinin yoluna, nə də azmışların yoluna hidayət elə. Buradan da görürük ki, azğınlıq yol, neymətdən kənar yol, sıratdan kənar iki dana yol var. Birinə Allah deyir, qəzəb elədiklərim. İkincisinə deyir, azmışlar. Azmışlar. Məsələn, Quran-ı Kərimdə qəzəb elədiyi kəslər haqqında buyurur Nəhl surəsinin 106-cı ayəsində buyurur, kim iman gətirəndən sonra Allahı inkar etsə və qəlbini küfr üçün açsa, Allahın qəzəbinə düçar olar. İndi baxsaq Allahın qəzəbinə düçar olan görəcəksən kimlərdir Quranda. Bunlardan birisi kimdir? İman gətirəndən sonra inkar eləyir. Yenidən qəlbində küfr üçün yer eləyərsə, deyir Allahın qəzəbindədir o. Allahın qəzəbinə düçar olub o. Allahın qəzəb elədiyi kəslərdir. Mən bu ayənin şərhini öz ustadımın təfsiri ilə demək istəyirəm sizə. Bu ayələrin şərhini. Allah rəhmət etsin, ruhu şad olsun, bir salavat zikr edəyim. Buna izah verməkdən ötürü yenidən qayıtmalıyıq Fatihə surəsinin əvvəlinə. Ər-Rəhman və Ər-Rəhim kəlmələrinə. Rəhman və Rəhim. Dedik, Rəhman Allahın o sifətidir ki, Allah onu ilə zahiri neymətləri verir. Xatırlayırsınız, dünya neymətlərini verir.
Rəhim Allahın o sifətidir ki, Allah onu ilə batini nemətləri verir, axirət nemətlərini verir və mənəvi nemətləri verir. Allah rəhim sifəti ilə axirət, batini, mənəvi nemətləri bəxş edir bizə. Rəhman sifəti ilə dünya nemətlərini, zahiri nemətləri, maddi nemətləri bəxş edir. Dedik, üçüncü nemət də yoxdur. Ya dünya nemətidir, ya axirət nemətidir. Hə? Yaxşı. İndi əgər deyiriksə, ihdinə sıratal müstəqim, ilahi, məni doğru yolu hidayət eylə, doğru yola hidayət eləmənin mənası budur ki, ilahi, mənə həm dünya neymətlərini bəxş elə, həm axirət neymətlərini bəxş elə. Olmaz onlardan birisi olsun. Həm dünya neymətlərini bəxş elə, həm axirət neymətlərini bəxş elə. Dünya neymətləri dediyimiz zaman biz tək var dövlət düşünməyək ya. Bəzən sənin sağlamlığın dünya neymətidir, heybətin dünya neymətidir, evladın dünya neymətidir, rahatçılığın dünya neymətidir. Dünya neymətidir. O bir kişi olmuşdu, uzundur söhbəti. SSR qurulmu, Sovet qurulmamışdan qədər Azərbaycanda. Bu da məşhur qoçulardandır. Qazalaqla gedir, ətrafında da can güdənləri birdən qazalaq dayanır. Deyir, niyə dayandın? Diksinir, deyir, belə düşmənlərindən kimsə qabağını kesti. Niyə dayandın? Deyir, bir nəfər yatıb yolun ortasında. Onda da hamballar var imiş, qıraqdan gəlib işləyənlər var imiş. Boylarını görüb bir nəfər boğçasını, xurucunu qoyub başının altına yatıb, cəmaat biri o yana gedir, biri bu yana gəlir. Biri o yana gedir, biri bu yana gəlir. Oğlu deyir ki, bir gün atam bunu mənə danışdı. Dedi ki, mən ki, deyir, qoçudur, lotudur, mən üçün bu cür nə deyirlər. Can güdənsiz gezə bilmirəm. Evdə yatıram, damımda can güdən, qapımda can güdən, başımın altında silah. Tıqqı olan kimi gözümü açıram. Deyir, bəxtəvərə bax. Qoçu o deyir. Yatıb. Heç bir qorxusu yox deyir. Bəh, nə gözəl sözdür. Qorxu deyilən şey deyir, mənə qoçu deyirlər, qorxu keçirəm. Qoçu o dedi, heç nədən qorxmur, heç kəsdən qorxmur. Bəzən bunun özü nədir? Həm böyük neymətdir də. Aramlıq, rahatlıq, gecə yervə girib rahat yatmaq. Bunlar neymətdir də, qardaşım. Dünya neymətlərdə afiyyətidir, dünya afiyyətidir. Peyğəmbər buyurur ki, dünya afiyyəti istəyin. Elhamdülillah. İlahi, bizə neymət ver, həm dünya neyməti, həm axirət neyməti. İndi dalaq var. Qeyril məğzub aleyhim. Qəzəb elədiyin kəslərin yoluna hidayət eləmək. Kimlərdir qəzəb elədiyi kəs? Ustad deyir, qəzəb olunmuşlar olardılar ki, onlar axirət neymətlərini tərk eləyiblər. Diqqət elə, axirət neymətlərini tərk eləyiblər. Nə o nə axirət? Kim gedib oradan xəbər gətirib? Kim gedib xəbər gətirib? Allah salamət etsin, bizim qonşu kənddə Novxanı bir Rövşən var. Tanıyanlar var, Molla Rövşən. Bir maraqlı bir qardaşdır bizim köynə qonşular, bax qonşularımızdandır. Bir nəfər soruşdu məndən ki, oradan xəbər gətirən var, kim bilir orada nə var? Dedim, sən hər şey bilirsən, onu heç bilmirəm, dedi. Dedim, sən deginən görüm, ana bətrində ət necə sümük olur? Sən oradan gəlmirsən də, ət necə sümük olur? O sümüyü necə sonra, o qan necə sümük olur, o sümüyü necə sonra ət alır, necə şəkil alır? İnsanın deyir, əli bu formada olur, balığın pərdəsi kimi, barmaqların arasında pərdə olur. Sonra hüceyrələr bir-birlərini yeyirlər və paralel yeyirlər. Burada necə obra əldə olacaq, paralel yeyirlər, sonra barmaqların arası nə olur? Bu cürünə açılır, hüceyrələr bir-birlərini yeyirlər. Deyir, bu necə olur ki, bərabər gedir bunlar?
Orada 1 milyon yeyilirsə, burada da 1 milyon. O necə olur o? Deyir, mən nə bilmək orada necə olur? Deyir, gəldiyin yerdən xəbərin yoxdur, gedəcəyin yerin davasına aparsa. Ne güzel söz deyib, ha? Röşənin salam etdiyinə. Allahümmə salli ala Muhammed. Dinləq gəldiyin yerdə sən xəbərin yoxdur ki, necə baş verib, bunlar sən adam olub gəlmirsən. İndi gedəcəyin yerdə necə olacaq, sümük necə də olacaq, nə bilim, ət necə olacaq, necə diriləcəyəm, nə şəkildə olacaq. Sən elə oranı bil. Qəşəng sözdür də. Məğzubi aleyhim, qəzəb olunmuşlar o kəslərdilər ki, qəzəb olunmuş. Onlar ahireti tərk ediblər, ahirət neymətlərinə boş veriblər. Dünyanı yapışıblar, dünya neymətindən yapışıblar. Dünyadan kəllə yapışıblar. Deyir, bunlar qəzəb olunmuşlardır. Zallin kimlərdir? Zallin də olardılar ki, onlar dünyanı tərk ediblər. Dünyanı tərk ediblər. Bəzən firqələr olub, tərki dünyaçılar, bilirsiniz də. Dünyanı tərk ediblər. Və dünyanı tərk eləməklə elə bilirlər ki, bunlar ahirət yolu gedirlər. Allah bunu, yox, ahirət yolu getmir, azmışsınız. Gör, azmış. Azmış hansı insandır? Azmış o insandır ki, gedir, elə bilir, düz gedir, amma səhv gedir. Deyir, neymət verilən kəslər, peyğəmbərlərin yolu, haqq yol, o yoldur ki, həm Allahın dünya neymətlərindən istifadə edərlər, həm Allahın ahirət neymətlərindən istifadə edərlər. Dünyanı, ahirətin əkin yeri bilərlər. Nəinki pul qazanmağa tərk edərlər, yox, pul qazanarlar, haqq yerə sərf edərlər. Nəinki vəzifələrə getməzlər, yox, vəzifələrə gedərlər, haqqına, ahirət üçün işlədərlər ona. Doğrusu budur, düzü budur. Bir qısım insanlar var, tərk ediblər onlar, dünyanı tərk ediblər, tərki dünyaçılardır, məsələn, sufilər. Deyir, onlar azmış insanlar. Onlar azmış insanlardılar. İlahi, bizi onların yoluna hidayət etməcinə. Bizi neymət verdiyin kəslərin yoluna hidayət eylə. Peyğəmbərlərin yoluna, siddiqlərin yoluna, salihlərin yoluna, şəhidlərin yoluna hidayət eyləcinə. Aminə ya Rəbbəl aləmin. Bugün inşallah qısaca da olsa Fatihə surəsinin izahına, təfsirinə nöqtə qoyduq. Bundan sonra düşünürəm ki, biz Fatihə surəsini oxuyanda en azından biləcəyik ki, nə demək istəyirik. Qəzəb olunmuşlar, yəni kimlər? Azmışlar, yəni kimlər? Neymət verilənlər, yəni kimlər? Sırat-ı müstəqim, yəni kim? Kimlər, hansı yol? Allah bizi doğru yoldan uzaq salmasın inşallah. Allah sizi salamat eləsin.